Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün biz Fatihlə bərabər 5-ci sinif riyaziyyat qiymətləndirmə B variantının izahını verəcəyik. Buyur Fatih, birinci tapşırıqdan başlayalım. Burada deyir ki, mən 6-ın kubundan 8-in kvadratından yəni qiymətini tapım. Mən 6-ın kubunu bilirik ki, 216-dır. 8-in kvadratı Aysal, isə 64-dür. Bundan da bunu çıxanda cavab 152 qalır. yəni A variantı. Doğrudur. Sonra ikinci. İkinci də deyir ki, mən 28-dən ilk 3 ardıcıl natural ədədin cəmi 8-in ədədin kvadratından neçə vaat Hı -hı. bölüşdür? Mən 28-dən 26-da sonraki ilk 3 28-dən sonra artırıcı gələn 3 ardıcıl şeyi mən 30, 32, 30. 34 onlar da toplayanda Aysel. 96 eləyir. Mən 96-dan da 8-in kvadratı, yəni 64-ə çıxır, cavab eləyir 30, 32. Aferin. Cevap olacaq D bəndi. Doğrudur. Üçüncü. 3-dən necə eləyərik Fatih? Üçüncü, mən burada biz birinci 512 deyir. Mən 8-in 512-dən kubunu 210 tapırıq yəni. çıxırıq, Bəli. Bəli, 8-in 299. kubu 512 eləyir. Doğrudur. Bəli, 512-dən də 210 çıxırsan. O da elədə neçə? eləyir 299. Bəli, C variantı. 299. Hı -hı. Buyur, 4. Aşağıdakı müqayisələrdən hansı doğru deyil? Doğru olmayanın. Dörddən aşağıdakı müqayisələrdən hansı doğru deyil? Mən B variantı. Çünki 8-in Çünki mən kvadratı neçə eləyir? mən 64 60 eləyir. 5-in kubu da 125 eləyir. Və bəli. 64 125-dən kiçik olmalıdır. Böyük ola bilməz. Yəni cavab olacaq B variantı. Sonra 5-dən. Mən göstərdim ki, mən bu ifadənin qiymətini tapım. Mən 8-in kubunu bilirik ki, 512-dir mən. Amma Aha. 11-in kvadratı 121-dir. Onun da Hı. kvadratı 100-dür. Yəni ki, bu Aha. hərəsindən bir-birini çıxacaq, cavab verəcək 291. Doğrudur. Yəni cavab olacaq D variantı. Seçdim. Bu da düzdür. Sonra 6 6. var mənim. 6 ədəd ki 42, 42 ardıcılı natural ədədin ən böyüyü 318 olsa, ən kiçiyi 6 ədədin kubundan nə qədər kiçik olur? Mən burada 42-yi 6-ya vurmuşam. Sən bilirsən yenə, 252. əvvəlcə 42 cüt natural ədəd dediyi üçün gəl 42-ni 2-yə vuraq. 42-ni yəni cüt dediyi üçün Bəli, mütləq 2-yə vurmaq 84. lazımdır. Yəni 2-yə vursaq 84 alacağıq. Düzdürmü? Sonra 84-dən 2-ni çıxmalıyıq. Çünki cüt natural ədəd dediyinə görə. Olacaq 82. Sonra 318-dən də biz bu 82-ni çıxmalıyıq. Çıxanda 236 alırıq. Demək 236 bu bizdə ən böyüdür. O da deyir ki, ən kiçiyi 6 ədədinin kubuna nə qədər böyükdür? Yəni ən böyüyü 318-dirsə, ən kiçiyi 236-dır. Biz 236-dan da 6-nın kubunu çıxmalıyıq. 6-nın da kubu 216 eləmir. 236-dan da 216 çıxsaq cavab eləyəcək 20. 20 vahid böyükdür. Sonra 7. 7-yə bax. Fatih. Mən burada 7-də 7-dən mən deyir aha, ki, mən 50 və 250 ədədin arasında tam kubların cəmi neçədir? Mən aha. buradakı Kub məsələn mən olmalıdır. 60 bəli. Bəli, 50-dən sonra məsəl üçün 51 yerləşir, sonra 52 yerləşir, sonra yəni bunlar kub olmur da, düzdürmü? Kub olan hansı Bəli. olur? 64 olur. 64 çünki nəyin kubudur? 4-ün kubudur. Düz deyil. 5-in kubu Bəli, neçə 4-ün eləyir? kubu. 125 eləyir. 25. 6-nın kubu neçə 7. eləyir? 6-nın 216 kubu eləyir. 216. Aysa 7-nin kubu neçə eləyir? 343. 340. Ucu artıq o keçir də. Bizə onlar tam kubları olanlar lazımdır. Yəni 125 üstə gəlinsin 216. Düzdürmü? Üstə gəlsin Bəli, düzdür. 64. Bunları da toplasaq 405 eləyəcək. 7-yə uyğun olacaq C Bəli, variantı. Sonra 8. düzdür. Deyir ki, mən 2 toplanandan ən böyüyü 355 olarsa, cəminin 435-dən böyük olması üçün ikinci toplanan ən azı hansı ədədin kvadratı olmalıdır? Bunu necə yazmısan? Mən 435-dən 355. Mısan, düzdürmü?
Bəli. 435-dən çıxsaq biz 355-i alırıq neçə? Baxın. 80. E, bəli 80. 435-dən çıxdıq 355-i. Aldıq 80. 80-in də üstünə 1 gələndə 81 eləyir. 81 də nə idi? Kvadratı. 9-un kvadratıdır da. Demək, ən Bəli, azı, və 9. bəli, ən azı 9 olmalı ki, 9-un kvadratı 81 versin sənə. Və 435-dən də böyük olması üçün. Buyurun. 9. 9 da deyir ki, 25 ardıcıl cüt natural ədədin ən böyüyü ilə ən kiçiyi arasındakı fərqlərin kubunun cəmini müəyyən edin. Hı -hı. Yenə də 25 artıcıl cüt ədəd yazsaq, məsələn, biz bilirik ki, 2-dən başlayırıq da. 2, 4, 6, yəni bu şəkildə gedir. Düz deyil. Ən kiçiyi 25-i 2-yə hansıdır? vuracaq. Ən kiçiyi 2-dir. O heç 25-i 2-yə vuracaq, bəli. Neçə eləyəcək? 50. Aha, Biz burada birinci, aha, biz burada birinci 25-i 2-yə vurduk, 50 aldı. aha. Sonra 50 da bizdə burada ən hansı kiçiyi olacaq? deyir, ən kiçiyi də bəli, ən böyüyü 50-dir. Sən kiçiyi də onda 50-dən 2 çıxacaq. 2-dir. İndi 50-dən də 2 çıxanda 48 Sonra isə 7-nin də kubu var. 7-nin kubu Aha. 343-dür. 343-dən də 48-i toplayanda cavab deyir 391. Yəni ki, Ay, sağ. burada bizim Cəmi istəyirdi, bəli. Cavab olacaq A variantı. Doğrudur. Gəl indi 10-cunu da yazaq, Sadəcə yekunlaşdıraq. ədədlər üçün uyğunluğu müəyyən edin. Amma Hı -hı. bir də belə A bərabərdir 215 çıxsın 5-in kubu. 5-in kubunun üstə hamı bilir, 125-dir. Yəni 215-dən 125 çıxanda 90 eləyir. Və bir də B variantı, B var. B də deyir ki, bərabərdir 35 üstə 9-da 2 Burada cavab eləyəcək 116. Yəni 9-un da kvadratı 81. Yəni 35 üstə 81, 116. Yəni buna da aid olacaq C variantı. B bölçüdür A-dan. Ay, yəni 90 116-dan kiçikdir. Əla. Sonra ikinci. İkinci də var. Burada deyir ki, A bərabərdir. 7-nin kvadratı üstünə gəlsin. 8-in kvadratı. 7-nin kvadratı 49, 8-in kvadratı 64. 48-dən də 64 toplayanda 110 eləyir. B variantı da var. B variantında da deyir ki, 5-in kubunun üstünə 5-in kubundan çıxılsın 6-in kvadratı. 5-in kubu 125-dir. 6-in kvadratı isə 36-dır. Yəni 125-dən 36 çıxanda 89. Bu da bərabərdir. B variantı. Yox, bu da A variantına, bir də ki Y variantına. Sonra Bəli. 3-də də Həm fərqləri 24 edir, həm də A B-dən böyük olur. Düzdür. 113-dən 89 çıxanda 24 olur. A bərabərdir. 4-ün kubun üstə, onun kvadratı. 4-ün kubu müəllimə eləyir 64. Onun kvadratı isə eləyir 100. 100. Toplayanda da oldu 164. 164. Sonra B variantı da verir. B bərabərdir 14-ün kubu, 14-ün kvadratı çıxılsın 32, 14-ün kvadratı deyir. Bundan da bunu çıxanda 161 eləyir. 196-dan 32 çıxırıq, 164 eləyir. Bu da B oldu. Bu da bəli, B variantı. Bəli, bərabər olduqları üçün B olacaq. 3-ə də uyğun olacaq B variantı. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.